Dostlar salam. Yeni dersimizde sizlerle görüşməyimə çox şadam. Bugünkü dersimizin mövzusu Çində geyim alışverişidir. Cəmi 10 dəqiqə vaxtınızı ayırmaqla və bugün öyrənəcəyimiz sözlərdən və ifadələrdən istifadə etməklə Çində olduğunuz zaman istənilən shopping mallda istədiyiniz rəngdə, istədiyiniz ölçüdə, istədiyiniz geyimi rahatlıqla ala biləcəksiniz. Dərsimizin birinci hissəsində həmişəki kimi mövzumuzla bağlı yeni sözlərimiz olacaq. Dərsimizin ikinci hissəsində isə həmin sözlərdən istifadə edərək bir maraqlı dialoq yaradacağıq. İndi başlayaq sözlərimizə. Deməli, geyim və ya paltar sözü Çin dilində yifu adlanır. Almaq mai, vermək gei, növbət sözümüz ölçü və yaxud da razmer, belə deyək. Çıma, növbət sözümüz böyük. Da, balaca, xiao, dar, cin, rəng, yansı, biraz, gın, endirim, dacı, geyinib yoxlamaq, şı. Bunu adətən paltar aldığımızda almamışdan əvvəl bir geyinib yoxlamaq istəyirik. Görək bizə yaraşır, yaraşmır. Orada geyinib yoxlamaq, geyinib baxmaq ifadəsi Çin dilində şı adlanır. Növbət sözümüz biraz, bir qədər. Biraz, bir qədərin Çin dilində iki mənası var. Birinci mənası yi deyən, digər mənası yo deyən adlanır. Bu ikisinin fərqi nədən ibarətdir? Birinci yi deyən adətən miqdarı bildirir və əsasən isimdən və feildən sonra işlədilir. Yo deyən isə deməli bir şeyin dərəcəsini və vəziyyətini bildirir və adətən sifətdən əvvəl işlənir. Məsələn, biraz su içmək istəyirəm dediyimiz zaman orada biraz yi deyən, miqdar bildirir üçün yi deyən istifadə edirik. Mən biraz Çincə bilirəm. Burada yenə miqdar bildirir üçün yi deyən istifadə edirik. Biraz az danış, biraz yavaş danış dediyimizdə miqdar bildirdiyi üçün yi deyən istifadə edirik. O biraz kökdür və ya biraz arıqdır dediyimiz zaman bu vəziyyəti, dərəcəni bildirdiyi üçün burada yo deyən istifadə edirik. Və ya biraz yorğundur, bir qədər yorğundur. Burada da yenə vəziyyəti bildirdiyi üçün və ya dərəcəni bildirdiyi üçün burada da yo deyən sözündən istifadə edirik. İndi növbəti dərsimizin ikinci hissəsindəki dialoqda cümlə içərisində bu yi deyən və yo deyənin fərqini daha rahat görə biləcəyik. Digər sözümüz baha sözü. Gui, ucuz, piyanyi. Paltar dəyişmə otağı. Şıyican. İndi baxaq müəyyən bir rənglərə. Yaşıl rəng. Lüsü. Qara rəng. Heysi. Qırmızı rəng. Hongsi. Ağ rəng. Baysi. Mavi rəng. Lənsi. Çəhrayı rəng. Fınsı. İndi keçək dostlar dərsimizin ikinci hissəsinə və dialoqumuzdan tanış olaq. İndi təsəvvür edək ki, biz Pekin şəhərindəyik. Ya deyək ki, tələbəyik, özümüzə paltar almaq istəyirik. Ya deyək ki, turist kimi getmişik, paltar almaq istəyirik. Gəlin bu prosesi gözümüzün qabağında canlandıraq. Shopping malla giririk. Adətən proses necə olur? Baxırıq, deyək ki, piştaxtaya və ya geyim reyonlarına, istədiyimiz bir rəngi seçirik və bir modeli seçirik və deyirik ki, məsələn, falan paltarın qiyməti neçəyədir, falan rəngli paltarın qiyməti neçəyədir. Məsələn, sağdakı paltarın qiyməti neçəyədir və ya soldakı paltarın qiyməti neçəyədir. İndi gəlin bu prosesi Çin dilində izah edək. Bax, girmişik mola, X bir markanın mağazasına və soruşuruq ki, bəs sağda yaşıl rəngli paltarın qiyməti neçəyədir? Deyək ki, satıcıya gəlin bunu indi Çin dilində deyək. Biz əvvəlki dərslərdə istiqamətləri öyrənmişdik. Məsələn, sağda, solda, sağdakı, soldakı. O dərsə baxıb istiqamətlə bağlı sözləri də təkrarlaya bilərsiniz. İndi soruşuruq ki, sağdakı yaşıl rəngli paltarın qiyməti neçəyədir? Yobian naciyan lüsü də yifu doşasiyan. İndi gəlin bu cümləni bir dənə analiz edək. Yobian sağda, sağdakı. Burada ciyən sözü paltar sözünün numarativ
belə deyək də, sözcüyüdür. Məsələn, biz deyirik ki, bir ədəd, bir dənə, bu ədəd, dənə necə ki bizdə istifadə olunur. Çin dilində də müxtəlif sözlərlə müxtəlif numerativ sözlər istifadə olunur. Və paltarın da numerativ sözü ciəndir. Burada yobiyə naciən lüsü də yifu doşa ciən, sağda yaşıl rəngdə olan paltarın doşa ciən. Əvvəlki dərslərdə öyrənmişdik. Bir şeyin qiymətini soruşduğumuz zaman doşa ciən. Neçəyədir qiyməti? Bu sözdən istifadə edirik. Yobiyə naciən lüsü də yifu doşa ciən, sağdakı yaşıl rəngli paltarın qiyməti neçəyədir? İndi satıcı da bizə deyir ki, naciən yibay arşı yuən. Burada naciən yifu da istifadə edə bilərik. Paltar sözünü istifadə etmədən də, sadəcə paltarın numerativ sözünü istifadə edərək də bu cümləni qura bilərik. Naciən yibay arşı yuən. Həmin o, deyək ki, paltarın qiyməti 100 yuəndir. İndi soruşuruq ki, bəs soldakı qara rənglinin qiyməti neçəyədir? Zobiyən heysı da doşacən. Burada heysı da yifu deyə bilərik. Paltar sözünü istifadə etmədən də. Zobiyən heysı da qara rəngdə olan. Aydın məsələdir ki, qara rəngdə olan paltar biz burada demək istəyirik. Zobiyən heysı da doşacən. Soldakı qara rənglinin qiyməti neçəyədir? Satıcı da bizə deyir ki, zobiyən heysı da yibayən. Soldakı qara rənglinin qiyməti 100 yuəndir. Buradakı deyək ki 110 yuən idisə, soldakı qara rənglisinin qiyməti deyək ki 100 yuəndir. İndi soruşuruq ki, başqa hansı rəngləriniz var? Hayo şımı yensi. Hayo şımı yensi. Başqa hansı rəngləriniz var? Satıcı da bizə deyir ki, voyo baysı, lənsi, xı, fınsı. Deyək ki, ağ rəngimiz var, mavi rəngimiz var və çəhrayı rəngimiz var. İndi biz deyirik ki, baxırıq, tutaq ki, birini seçdik, ya ağı seçdik, qaranı seçdik və deyirik ki, geyinib baxa bilərəm. Vo kıyi şışıma, geyinib baxa bilərəm. Satıcı da deyir ki, kıyi, bəli, şıyicən, cay çənbiyən, paltar dəyişmə otağı qarşıdadır. Yenə əvvəlki dərslərdə öyrənmişdik ki, istiqamət bildirən sözlərdən biri çənbiyən, qarşıda, qabaqdadır. Kıyı, əlbəttə, şıyicən, cay çənbiyən, paltar dəyişmə otağı qarşıdadır. İndi deyək ki, paltarı geydik, yoxladıq. İndi deyirik ki, məsələn, ya balacadır, ya böyükdür, ya böyük razmer verin və ya kiçik razmer verin. İndi onlara baxaq. Zıqı çıma tay dalı. Deyək ki, paltarı giydik. İndi baxırıq ki, bizə böyük olur. Və satıcıya deyirik ki, zıqı çıma tay dalı. Bu razmer, bu ölçü çox böyükdür. Zıqı çıma tay dalı. Daha böyük, tay qüvvətləndiricidir. Çox böyükdür. Niyo xiao yi deyəndəmə, niyo xiao yi deyəndəmə, sizdə biraz balaca ölçüsü varmı? Biraz balacası varmı? Və ya deyə bilərik ki, niyo qımdadır, çımama. Qım biraz, dadır, böyük ölçü varmı? İndi deyək ki, bizə böyük yox, balaca olub. Deyirik ki, biraz böyük ölçüsü varmı? Niyo qımdadır, çımama. Zıqı有点紧, zıqı有点紧. Bu biraz ölçü biraz mənə dar oldu. Biraz böyüyü varmı? Belə də bir variant var. Bizə də məsələn satıcı deyir ki, yo, wo geyni na isya, wo geyni na isya. Deyək ki, böyük oldu, balacasını istəyirik və ya balaca oldu, böyüyünü istəyirik. Deyir ki, bəli, var. Qoy, mən sizə onu gətirim. Wo geyni na isya. Onu sizə gətirim. Verim. Və ya deyə bilər ki, wo meyo qındadalı. Bağışlayın, böyüyü, biraz böyüyü yoxdur. Meyo, yoxdur. Qındadalı, qın demişdik, biraz. Da, böyük. Dadılı, böyük olan. Böyük olan razmer yoxdur. Meyo, qındadalı. Böyük olan razmer, biraz böyüyü yoxdur. Belə də demək olar. Və ya satıcı bizə deyə bilər ki, bu hayısı bağışlayın. Bu hayısı bağışlayın. Meyo qındadır, çığmalı. Meyo qındadır, çığmalı. Bağışlayın, biraz böyük olan ölçü yoxdur. Dostlar, davam edək. Dostlar, indi təsəvvür edək ki, bir neçə rəngli paltarı
geydik, müxtəlif ölçüləri geydik və mavi rənglini bəyəndik. İndi deyirik ki, mavi rəngli paltarı bəyənmişəm, amma qiyməti biraz bahadır. Zəhmət olmasa biraz endirim eləyə bilərsiniz. Gəlin bu cümləni Çin dilində deyək. 我喜欢蓝色的. Mavi olanı bəyəndim. 但是有点贵. Ancaq biraz bahadır. 但是 but. Burada 喜欢bəyənmək, xoşlamaq mənasına gəlir. 但是有点贵. Ancaq biraz bahadır. 你可以便宜一点吗? Biraz endirim eləyə bilərsiniz. İndi cavabında bir də satıcı deyə bilər ki, bəli, endirim eləyirəm və yaxud endirim etmirəm və yaxud da deyə bilər ki, bu paltar endirimdədir, artıq qiyməti çox ucuzdur. Gəlin bu cümləni Çin dilində deyək. 之前打折的. Bu paltar endirimdədir. 已经很便宜了. 已经 artıq, already deməkdir. 已经很便宜了. Artıq qiyməti çox ucuzdur. Biz də deyirik ki, okey, onda mən bunu alıram, mən bunu götürürəm. İndi gəlin bu cümləni Çin dilində deyək. 好的, 好的, yaxşı, okey. 那我买这件蓝色的. 那 onda, then, onda 我买这件蓝色的. Onda mən bu mavi rəngli olanı alıram. Dostlar, bugünkü dərsimiz bu qədər. Kanala abunə olmağı, dərsləri bəyənməyi və şərh bildirməyi unutmayın. Növbət dərsdə görüşənədək sağ olun.